Cənab Prezidentə götürəcəm. Hal-hazırda birinci qrup əliləm, orada burada yaşayaram. Birinci qrup əlil olmağa Birinci qrup əlil. Səndən pul tələb edirlər. Bəli, məndən pul istəyirlər. Əsasən səndən pulu kimlər istəyir? Gördüyünüz kimi İlqar müəllim dedi, büdcəmə pul daxil olacaq. Çünki yəqin ki, pulu keçirtsin. Tapşırıqlara baxmayaraq. Tapşırıqlara baxmayaraq bu günə qədər də mən əvvəldən də söyləmişəm, pula görə mənim çıxarışımı vermirlər. Cənab Prezidentdən bir sahibsiz kimi, birinci qrup əlil kimi. Xahiş Mən Bəhrami Əfruz Novruz qızı. Ləsvar rayon vətəndaşıyam. Mən bir insan kimi Cənab Prezidentdən çox xahiş edirəm. Mehriban xanımdan. Bu kimsəsiz qıza kömək eləyəsiniz. Ona görə ki, bu Azərbaycan vətəndaşıdır. Bizim bacımızdır, bizim anamızdır, bizim borcumuzdur buna kömək eləmək. Çünki bu qız birinci qrup əlildir, vəziyyəti də yaxşı deyil. Arzu edirəm. Bu kimsəsiz qıza, kim kömək eləyirsə, Allah öz ona kömək olsun. Amma Biləsuvar rayonda özbaşınalığı hökm sürür. Bizim bu rayonda məmur özbaşınalığı çox güclüdür. Mümkün deyil. Ümumiyyətlə yaşayış Biləsuvarda mümkün deyil. Mən Əsgərov Mehdi Səfəroğlu, Biləsuvar rayonundanam. Mən də adəti qurumlardan xahiş edirəm ki, Seylan xanıma, onun öz qanunu verilmiş torpağı var. O da istəyir ki, birinci qrup əlildir. İstəyir ki, o torpaqda özünə bir yurt qura. Sizdən çox xahiş edirəm, o torpağı ona verəsiniz. Bir ürəgən arzu kansız, qismətim var dadsız tansız. Bir otağım qərib şansız, kimə deyim bu dərdimi? Bir otağım qərib şansız, kimə deyim bu dərdimi? Bir əsrətəyəm qəlbi dönük, bir sevgiyəm odu sönük.